Keçən videoların birində iPhone Ultra, yəni qatlanan iPhone ekranının tamamilə qırışsız olması barəsində məlumat vermişdim. Deyəsən Samsung bu videonu izləyib. Əgər belə olmasaydı, Samsung Galaxy Z Fold 8-nin ekranının tam qırışsız olması barəsində məlumatı verməzdi. Samsung CES 2026 sərgisində minimal əyilməyə malik yeni qatlanan OLED panelini təqdim etdi. Las Vegasda keçirilən CES 2026 sərgisində Samsung Display mövcud qatlanan smartfonların ekranından nəzərə çarpacaq dərəcədə fərqli olan yeni nəsil qatlanan OLED panellərin prototipini nümayiş etdirdi. Yeni məhsul Galaxy Z Fold 7 ilə birlikdə nümayiş etdirildi və bu da texnologiyaların birbaşa müqayisəsinə imkan verir. Tam açıldıqda panel demək olar ki, düz görsənir və qırışıqlar yalnız müəyyən bucaqlarda və işıqlanma şəraitində nəzərə çarpacaq dərəcədə görsənir. Nümayişdə alınan məlumatlara görə panelin dizaynında OLED təbəqəsinin altında yerləşdirilən lazerlə perforasiya edilmiş metal lövhədən istifadə olunur. Bu həll ekran əyildikdə qüvvəni daha bərabər paylayır və zamanla nəzərə çarpan bir qırışın yaranma riskini azaldır. Prototipin bəzi versiyalarında kəsiklərin və dəliklərin olmaması ekranaltı kameranın olmasından işarədir. Samsung rəsmi olaraq yeni panellərin hansı devicelara nəzərdə tutulduğunu açıqlamayıb. Lakin zaman və texnologiya hazırlığı 2026-cı ilin ortalarında satışa çıxarılması gözlənilən Galaxy Z Fold 8-ə işarə edir. Əgər prototip kütləvi istehsala çatarsa, Fold 8 açıldıqda tam hüquqlu bir planşet kimi hiss olunacaq və bu son illərdə qatlanan smartfonlarla bağlı əsas şikayətlərdən birini həll edəcək. Apple bu payızda satışa çıxaracağı ilk qatlanan iPhone üçün Samsungdan eyni ekranın sifariş edilməsi də maraqlıdır. Mənə elə gəlir ki, Samsung da Apple-dan olan yenilikləri dörd gözlə gözləyir. Əgər elə olmasaydı, özünüz fikir verin. Məsəl üçün, keçən dəfə Apple ən nazik iPhone-unu, iPhone Air-ni təqdim etməkdən öncə infosentlar internetə yayılan kimi Samsung özünün tez tələsik Galaxy Edge-ni təqdim etdi. İndi isə iPhone Ultra-da ekranın tam qırışsız olmasını eşitdi və Z Fold 8-ində də eyni ilə qırışsız ekranın olması məlumatını yaydı. Bundan sonra görəsən kim deyəcək ki, Apple Samsungdan oğruq eləyir, ideyalar oğruyur. Amma düşünürəm ki, Samsung istər hər zaman bunu deməkdə davam eləyəcək.